əməliyyata göstəriş deyil. Əgər ciddi şikayət yoxdursa və yaxud spermada ciddi dəyişikliklər yoxdursa, əməliyyata göstəriş deyil. Burada müalicə olunur. Əsasən də birinci dərəcədə. Mən bu müalicələrlə məşğul oluram. Yəni terapevtik şəkildə. Burada biz damar klapanlarını bərpa edən, damar divarının elastikliyini bərpa edən vasitələr istifadə edirik. Zəli terapiyası edirik. Xüsusi alman iynələri var. Heyvan orqanlarından, heyvan damarlarından hazırlanan alman iynələri var. Onları damar boyunca yeridirik. Mikro dozalarda, çox kiçik dozalarda. Və belə yaxşı nəticələrimiz olubdur. İnsanlar olub ki, əməliyyata getməyə qoymamışıq. Eləmişik. Hətta birinci dərəcəni tamam ləğv eləmişik. Yəni tamam ləğv olunub. Düzdür, sonradan adamda yenidən yaranıb. Amma yenə deyirəm, hətta heç əməliyyat da varikoselin yenidən baş verəcəyinə qarantiya vermir. Yəni çox insanlar gəlir ki, hətta 2 dəfə əməliyyat olunub, yenidən varikoselisi var. Yəni bunun səbəbləri belə deyək, qarın boşluğunda, venalarda problemlərin olması ilə bağlı olur, əksərən. Venöz sistemin özünün problemləri ilə bağlı olur. Və indi kimi üzünü gözləyir, özünə baxır. Yəni insan da gərək özünə baxsın. Artıq yüklənmə olmamalıdır bədənə. Ağır idmanla məşğul olmaq olmaz. Açıq deyək də, əksəriyyət mən xəstələrim olub, ştanga ilə oturub dururlar. Belə şey eləmək olmaz. Yəni bu açıq aydın gətirib varikoseliya çıxardır. Ağır idman növləridir, ştangadır, ağırlıq qaldırmalardır. Bu idman növləri də varikoseliyanın yaranmasına dəstək verir, yəni yaranmasına, əmələ gəlməsinə səbəb olur. Ona görə çalışın ki, kimdə meyillik varsa, mütləq müalicə üçün müraciət eləsinlər, müalicə ilə yanaşı özlərini gözləsinlər, 1 ilə 5 kilodan artıq yük götürməsinlər, uzun müddət oturaq həyat sürmək, bu özü də varikoselini artırır, ağırlıq qaldırmaq, qəbizlik, bütün bunlar varikoselini artıran səbəblərdir. Bunun hamısının qarşısını almaq mümkündür. Vaxtında üstünə düşüb əməliyyata getməmək üçün, yəni ikinci dərəcənin artıq elə bir forması var ki, orada müalicə effekt vermir. Yəni gecikmiş formasında, ikinci dərəcənin gecikmiş formasında artıq klapanlar tamam korlanır.